Sabah deyirlər, lovol sürənlər bir sezona bir evin pulunu çıxarır. Düz deyirlər. Evi deməzdim, amma ailəsini dolandırır da. Kiməsə möhtac olmuşsan. Siz qazanırsınız. Şükür ailəmi dolandırıram. Qazanırmış. Ailəmi dolandırıram. Kətdə bir 10 traktorist varsa da, yəni vallahi həqiqi səmimi deyirəm ha. 10 traktorist isə də yeganə traktorisəm ki, mən onların hamısından üstün işləmişəm. Getdim gördüm bulaqdadır, əl üzünü yumaqdadır. Getdim gördüm bulaqdadır. Deyirlərim, demək olar ki, traktorun gücündəndirmi? Mənim özümün fərasətli olmamı deyəm bilmərəm, amma bilirlərim demək olar ki, bu zonada hardasa bir 50 hektar əkin sahəsi olub, onun 45-ini mən eləmişəm. Yəni çoxdur texnika kənddə. Sovet texnikası da var. Yəni ən çox işləyən demək olar ki, mən olmuşam. Özüm Sovet texnikası işlətmişəm. Rahatçılıq yox idi orada. Bunda olan rahatçılıq onda yoxdur. Bunda olan komfort onda yoxdur. Onunla 2 günə gördüyümüzü bununla halbuki 5 saata görürəm. Onunla gördüyüm 3 günə işi bununla 1 günə görürəm. Və belə bir şey rahatçılıqları bundan bilinir. Salın. Texnikanın uzun ömürlü olması üçün nə eləmək lazımdır? Fermerlər nə məsləhət görə bilər? Yağını vaxtında dəyişmək lazımdır. Nə bilim, baxmaq, filtrdir, hava filtridir, yağıdır. Bunları vaxtında dəyişəndə texnikanın ömrü uzun olur. Fermerlər nə demək istəyirsiniz? Fermerlərə mənə baxsın, bir hardasa fikirləşin ki, mən bundan dolanıramsa, deməli bu texnikalarda çörək var. Dolanmaq olur, ailəsini dolandırır, rahatım, şəxsi deyirəm, heç səmimi deyirəm, Allah'ın dolar. Mən bu texnikamı mənim yatmağa vaxtım yoxdur. Görürsünüz, hal-hazırda xalam oğludur, günüz o işləyir, el olur, gecəni biz işləyirik. Yəni mənim vaxtım yoxdur, mən baxıram, rahatçılığımı tapıram. Baxın, əlbəttə rahatçılıq tapıram. Çox sağ